Bir taksicinin hekayəsi. İndi qardaşa demişəm, arxada ay yüzlü mahnı var idi, onu qoysun fon mahnısı. Çünki ağlamalı şeydən danışacağam. Söz nəsil mənasında. Oturmuşam taksiyə gedirik. Yağış vaxtı idi. İçəri biraz dedi ki, bağışda üzr istəyirəm. Bu içəri biraz pintidir. Yer tapmamışam üz durmağa. Vaxt da yoxdur. Deyirəm, indi mən də sevirəm ümumiyyətlə bu taksicilərlə danışmağa. Həm yol qısalır, həm də ki məlumat alıram da. Deyirəm, dayı nə qədər gündə nə qədər pul verirsən parka? Deyir 150 manat. Deyirəm, ay dayı, sən bilirsən 150 manat nə deməkdir? Yəni ortalama bu gün məsəl üçün sən mənə aparırsan, telefonu göstərirəm. Deyirəm, birdən kişi bilməz daha. Deyirəm, bax sən mənə bu gün aparırsan, 8 manat 40 qəpik yazıb. Bu yolculuq probka nəzarətlə bir yerdə 40-45 dəqiqə çəkəcək. Mənim maşına minməyim, məni götürməyim, sənin təzədən işə düşməyim 1 saat eləyir. Yəni ortalama Bakı şəhərində bu gün taksinin 1 saatlıq oborotu deyək 10 manatdır. Bəxtin gətirər 12 eləyərsən. Amma digər tərəfdən bir uzun yol çıxacaq, 8 olacaq, yenə gələcək 10 manat. Yəni sən bilirsənmi ki, bu 150 manat 15 saatlıq işdir? Balıq bilirəm də. Mən 15 saat işləyirəm. Dedim, ayaq saqqal. Ay dayı, baş ver, sən 15 saat bir gün işləyərsən, 2 gün işləyərsən, 3-cü gün axı bu olmayacaq belə. Dedi balam, valla yaxşı oğlandır müdür. O da kredit alıb. Yəni bu boyda avorot olmasa biz bu kreditdə verə bilmirik. Bax dedi elə ki bunun 40 manat, 30 manatı operatorun puludur 150 manatdan. 20 manatı benzin zat puludur. Bir 30 manat gündə mənə verir də, bunu işləyə bilsəm də. 30 manat mənə verir. Ona qalır 50-60 manat da elə ki. Deyir bununla bu həm parkı saxlamalıdır, həm maşından kreditini ödəməlidir. Bu təzə maşınlardakı bilirsən də bu çoxlu deyir maşını alıb xeyli də bankdan kredit götürür. Bir o da yaxşı oğlandı. Deyir məsələn mənə də hörmət edir. Deyirəm nə hörmət edir? Deyir mən bundan qabaq avtobuslarda deyir həlak olmuşdum. Mənim deyir evim elə yerdədir ki, Bakıdan biraz kənardadır. Deyir ki ora avtobusda yaxşı gedib gəlmir. Mən bundan qabaqki işimdə 3 dəfə deyir avtobus dəyişirdim. Allahın olsun deyir o mənim deyir həyatıma alt deyir. Nəinki bu 15 saat işləmək. Deyir indi Allah'a şükür maşını verir, evə gedirəm. Mənim üçün deyir nədir? Məsəl üçün deyir sən indi qoyandan sonra baxıram deyir deyəsən buralar sakitçilik yerdir. Mən deyirlər burada biraz yataram, yorğunçuluğum çıxar. Deyirəm ayaq saqqal sən burada yatdın, yat, sakitçilik yerdir. Amma ki quzu kəsimsə, axı bu sahibkar da bilməlidir ki 15 saatlıq iş rejimi bunun özü üçün təhlükəlidir. Adam çaşır, yuxulu olur, maşını vura bilir, fikri yayınır, reaksiyası yanır. Deyir bəs bilmirsən maşınlarımızdan deyir parkda bilmirəm səhv eləmirəmsə deyir 30 dənə maşın var nə qədərsə. Deyir ondan 12-si keçən həftə qəza eləyib. Yüngüllü, böyüklü. Deyirəm, bəs siz bilirsinizmi ki, bu qəzaların da xərcini çıxandan sonra bu adam əslinə qalanda ziyan eləyir. Əslinə qalanda 8 saat işlətməlidir ki, sizə iş geçsin. Deyir, bəs 8 saat işləyəndə bu maşınların pulu çıxmır axı. Onu deyir, gərək ikisi mən eləyəm. Nəysə, ağsaqqal dedi ki, valla mən narazı deyiləm. Mən sənə bunu danışıram, ona görə yox ki, mən narazıyam. Dedi, hər şey yaxşıdır, Allaha min şükür. Mən dedim, Allah şüzə vanləsin. Bu nəyə görə danışıram sizə? Mən demişdim, day taksidən danışmayacağam. Demişdim, ilk gündən demişdim ki, hesab yoxdur, kitab yoxdur. Və bu hesabsızlıq, bu kitabsızlıq gətirib axırda çox böyük fəsadlara çıxacaq. Buna da vaxt qoymuşam, il yarım. Nəyə görə il yarım? Çünki il yarımda həm maşınlar ortağa çıxacaq, həm maliyyə qurumları ilə problem ortağa çıxacaq, həm qəzalardan problemlər ortağa çıxacaq, həm sistemin problemli olduğu çıxacaq. Amma o dəqiqə deyəndə deyirlər ki, biz hələ hazırlaşırıq da. Məsəl üçün, gündə bir dənə maşın avariya olur. Baxırsınız, biri açdı, biri nə oldu? Bu sığortalanıb düzdür. Adətən sığortada 3% olur. Gündə videoya çəkilən 1-2 maşın görürük. Baxırsan ki, bu maşın da ələ gəlməz. Çünki bu kitayski elektrik maşınlar vurulanda, onlar ələ gəlmir, düzəltmək olmur onları. Və yaxud da ki, xərci o qədər çoxdur ki, maşını tullantı kimi saymaq daha məqsud uyğundur. 3%-dir sığortanın xərci. 3%-ə görə gündə 2 maşının pulunu versə, bu edir 66 maşın gündə. Total loss kimi çıxarıb pulunu versə, 66 maşın eləyir. İl yarımdan sonra görəcəksiniz ki, sığorta şirkətləri ya iflas edib, ya atqaz ediblər. Bu bir. İkinci, bank kreditləri il yarımdan sonra özün biruzə verəcək. Sahibkarlar pulu ödəyə bilməyəcək, yenə də bu bankla problemlər yaşanacaq və ona görə də bu bankda da problem olacaq. Amma maliyyə problemləri ola-ola, bütün bu səbəblərin əsas şeyi odur ki, biz bu sistemi səhv qurmuşuq. Bunu görə indi o uçan taksi məsələsindən sonra dedilər ki, 8 saatlıq iş rejiminə keçirik. Okey, keçək. Bayaq dediyim məsələdir. Pul uyğun gəlməyəcək. Deyəcək də 2 simen işlət. 2 simen işlədəndə də yenə həmin hadisədir. Xərclər çoxdur, gəlir azdır, ona görə alınmır. Ondan sonra deyirlər ki, içəridə kamera qoyulsun. Və yaxud da ki, deyirlər ki,
post terminal çıxıb təzəcə. Bunlar hamısı olsun, bunlar hamısı gözəldir, amma hesab düz deyil axı. Və dostlar, gözəl insanlar, hamımız Azərbaycanlıyıq. Pulumuzu itirəcəyik, o şey artıq aydındır. Yəni biz zərər görəcəyik bundan, bu işdən zərər görəcəyik. Və bir müddətdən sonra görəcəksiniz ki, ya qurum bağlanacaq, ya qanun yumşaldılacaq, ya qanun qismən dəyişdiriləcək, ya da ki, bu işin başını buraxacaqlar ki, əvvəl kimi də hərəkət eləyin. Ya quruma yeni bir rəhbər təyin olacaq, yeni siyasətlər olacaq. Bunlar hamısı olacaq və pul itirəcəyik biz. Bu aydındır, bu 100%-dir, bu dəqiqdir. Amma abrımız da itir. Yəni, bilirsiniz nətəri, biz Azərbaycanlıyıq bir-birimizə, yəni ki, orada işləyən kişi ilə o rəhbər, onun rəhbəri, onun müdürünün arasındakı münasibətə baxın. Deyir, mənim müdürümün vəziyyəti ağırdır, bu özün ona qurban verir. Müdür də bundan xahiş edir ki, sən mənə kömək ilə mən kreditdən çıxım. Kişi də deyir ki, Allah razı olsun ondan. Çünki mən evə getməyə maşınım var. Görürsünüz, nəqliyyat problemi. Mən həmişə deyirəm, Azərbaycanın ən böyük problemlərindən biri nəqliyyatdır. Nəqliyyat problemi nə qədər acınacaqlıdır, nə qədər iqtisadi təsirləri var, nə qədər insana təsirləri var, nə qədər psixolojik təsirləri var. Amma abrımız gedə bilər. Yəni, bu iqtisadi, psixolojik təsirlər o həddə gələ bilər ki, ailə problemlərinə gətirib çıxarda bilər, oğurçuluğa gətirib çıxarda bilər, insanların özünü qəsdinə gətirib çıxarda bilər. Baxın, o uçan taksi gülmək mövzusu oldu. Amma orada bir tragediya var idi axı. Birincisi, mən bilmirəm ki, Allah bizim nəyimizə görə bizə hörmət edir, amma mən o qəzaya baxanda o cür idealını elə günün pik vaxtında sən götür bu cür küçəyə perpendikulyar gir, bir maşında ölüm olmasın. Möhtəşəm bir şeydir. Yəni bunu oturub hesablasan alınmaz. Bunu ancaq Allah eləyə bilərdi. Amma oturun, baxın, görün, nədir səbəb? Deməli, bu adam borcu var. Gedir orada çalışır. Çalışır ki, bu pulu düzəltsin. Özündə epilepsiya xəstəsidir, qıc olması var. Əslində qalanda qanunla epilepsiya xəstəsi işləyə bilməz. Düzdür? Amma niyə işləyir? Çünki borcu var. Düzdür? Çünki borcunu ödəyə bilmir. Hətta o məhkumluğu da var. Deyir ki, borca görə olub, düzdür? Və bu biri tərəfdən o maşını ona verən adam harasa gedib lisenziya tapıb öz adına olan lisenziyalaşdırılmış avtomobili verib başqasına, düzdür? Və ki, bu işləsin, bu da pul qazansın, bu da kredit alır. İndi baxın, bəla ardıcıl gəldi. Nə yaxşı ki, ölüm olmadı. Bu adam bəlaya düşdü, borca düşdü. Bizimkilər buna nə dedilər? Uçan maşın. Demədilər bəla. Demədilər sosial problem. Demədilər taksi bir dəfə də hesablanmalıdır. Ondan sonra orada müxtəlif şeylər çıxdı. Kişi başladı öz abrını qorumağa çalışmağa. Çıx dedi ki, ay yalandır, mənə pul zat göndərməyiblər. Dedi, öz dərdindən danışdı. Dedi ki, mənim çoxlu borcum var. Orada bir ağlamalı bir şəkil paylaşıldı. Qadın, onun içindəki qadın anadır, bacıdır, kiminsə yaxın qohumudur. O yazıq da deyir ki, bilmədim, birdən-birə uçduq biz. Baxın, ölkədə artıq taksi söhbəti getdi, abır-həya söhbəti gəldi. Uçan taksinə də niyə demirsiniz ki, bu yazığın bu durumu niyə bu belədir, niyə bu sistem belə əyriş-yürüş işləyir? İndi oradakı görsənməyən şeylər var. O maşının yiyəsi borc alıbmı? Ortaqda o sertifikat alan niyə buna veribmi? Gənə pul söhbətidir. Yəni ki, gözəl insanlar, mən deyəndə ki, hesablayın, siz elə bilməyin ki, bəzən bu sadəcə puldur. Mən deyəndə ki, hesablayın, elə bilməyin ki, bu sadəcə maliyyə söhbətidir. Maliyyə söhbəti bizi çox qoruyur, çox vacibdir. Pul çox vacibdir. Ölkə büdcəsi çox vacibdir. Banklar, sığorta şirkətləri çox vacibdir. Ölkənin qurumları çox vacibdir. Vətəndaşın cibinə girən pul çox vacibdir. Sahibkarın pulu da çox vacibdir. Amma ondan da vacibi var. Abrımız, həyamız. Biz bunu itirə bilmərik. Artıq söhbət abır-həya söhbətinə gedir. Artıq söhbət əxlaq söhbətinə gedir. Artıq söhbət ailə söhbətinə gedir. Ay gözəl insanlar, başa düşürəm ki, siz ola bilər ki, hesab bilmirsiniz. Axı, qurumlarda akademik səviyyəli insanlar var. Oturun, nə olar, baxın da, bax, niyə gedib o adama saxta sertifikat götürüb öz adı olmayan maşına pula görə deyirsən, düzdür? Bir otur, bax, gel, biz buradan 5 manat pul qazanacaq, qazanmırsan axı. Qazanmırsan. Yenə deyirəm, sığorta şirkətləri də bunu görəcək. Banklar da bunu görəcək. Yoxdur belə bir standart. Neynədilər amma? Başladı sertifikatsız adamlar yenidən yoxlanılmağa. Başladı post terminal söhbəti ortalığa çıxmağa, başladı kamera söhbəti ortalığa çıxmağa və başladı 8 saatlıq iş rejimi ortalığa çıxmağa. Hamısı əladır, onu da deyim ki, bu zaten proyektin bir parçası idi. Amma ki, bizim hələ də pul söhbətimiz düzəlməyib axı. Bu dediyimiz şeylər gözəldir, xidməti mükəmməlləşdirir. Amma haqq hesab
Gəlir, düzəlməyib axı. Özü də deyəm ki, bu ancaq taksi şoferinin problemidir. Yox axı. Sığortanın problemidir. Ölkənin problemidir. Bankın problemidir. Maliyyə qurumlarının problemidir. Ailə büdcəsinin problemidir. Dövlət büdcəsinin problemidir. Yol təhlükəsizliyi problemidir. Bax gördünüz nətər? Hamı dedi ki, Allaha şükür ki, heç nə olmadı. Bəs orada bir 10 nəfər ölü olsaydı, bu deməkdir ki, bu bizdə kütləvi qırğın oldu da, düzdür? Deməli, insanlarımızın can təhlükəsizliyi problemidir. Belə barmaqarası yanaşı, uçan taksi, nə bilim nə, bir ayda bizə təzə maşın verməlidir. Ay nə bilim, bir ayda testdən çıxdı. Taksi 5, Farsaj 7. Bunu eləyənlər də bizi yaxı. Yəni ki, burada bir tragediya var. Bir insan ağlayır. Bundan kinokomediya çıxardıblar. Farsaj, bundan başqa kino yalandır. Amerikadan təklif gəlib, o oğlan nədir? O keçəl Farsajda bəhs sürən oğlan. Deyir, bəs o şoferə məktub göndərib ki, gəl kinoya çəkilək. Yüngül-yüngül hərəkətlər. Əslində qalanda bəzən mən belə baxıram, bəla çağırışla gəlirmiş sən demə. Yəni siz bu əməllərlə siz bəlayı çağırırsınız. Amma bəla, yenə deyirəm, olar ki, maddi bəla gələr. Olar ki, can bəlası gələr, ölüm olar orada. Bir də olar ki, abır bəlası gələr. Bax, o çox pis şeydir ha. Yəni bununla zarafat edirsiniz siz. Abır həyavız getsə, pulla da düzəldə bilməyəcəksiniz. Ölmək istəyəcəksiniz, ölə də bilməyəcəksiniz. Dostlar, gəlin bu cür məsələlərə daha diqqətli davranaq. Heç nəyimiz olmaya bilər, amma abır həyamız ki var, gəlin bunu qoruyaq.